Herkese salam, kanalıma xoş gəlmisiniz. Müğənni Rəqsanə İsmailova qocalar evində onları ziyarət edib. Kövrək anlar yaşanıb. Rəqsanə İsmailova onlar üçün canlı ifadə edib. Həmin görüntüləri sizlərə təqdim edirəm. Evlattan ayrı kalmak çok çetindir ve ben bu günleri burada sizi görürüm, kövrəlirəm. Bir defa atmışsam. Gündüzde bir yana yuxularda da, gündüzde bir yana yuxularda da, yüreğimiz deyir öz evimizi, yüreğimiz deyir öz evimizi, zəhmətlə dikilən o istiqbal, yüreğimiz deyir öz evimizi. Aysu'dan öteri dağınık. Çok sağ olun. Sağ olun, var olun. Allah razı olsun. Sağ olun canım. Bir şey getirer. Allah razı olsun. Sağ olun, var olun. Canım, Allah razı olsun.